Həzrət Peyğəmbər salavatullah buyurdu. Bir gün Allahın seçilmiş 4 böyük mələyi mənim yanıma gəldi. Onlar mənimlə həmsöhbət olanda sözlərinin davamında belə dedilər. Ya Rəsulallah, sənə salavat deyən müsəlmanlar bilməlidirlər ki, biz onlar üçün bu müjdələri veririk. Bir Cəbrail əleyhissalam dedi ki, Ya Rəsulallah, sənə hər gün 10 salavat deyənin qiyamətdə əlindən tutar və onu külək sürəti ilə Allahın Sirat körpüsündən keçirərəm. 2. Mikail əleyhissalam dedi ki, mən də ona behiştin Kövsər suyundan bol-bol içirərəm. 3. İsrafil əleyhissalam dedi ki, mən də onun günahlarının bağışlanması üçün başımı səcdəyə qoyub duaçı olaram. Allahım, onu bağışlamayana qədər başımı səcdədən qaldırmaram. 4. Əzrail əleyhissalam da dedi ki, mən də onun ruhunu peyğəmbərlər məqamında olaraq alaram. Mələklərin salavat deyənə bu dərəcə məqam tanıması nəticəsində Peyğəmbər də buyurdu. Bu insan nə böyük məqamda və dəyərli insandır ilahi.